Amasya igidləri 44 günlük vətən müharibəsində Azərbaycan qadını tarix boyu öz qeyrəti, mərdliyi və vətənpərvərliyi ilə seçilmişdir. Xalqımızın igid qızları və xanımları ən çətin məqamlarda belə vətənə sədaqət nümayiş etdirmiş, lazım gəldikdə cəbhəyə yollanaraq kişilərlə mübarizə aparmışlar. Belə qəhrəman xanımlardan biri də Qarabağ müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Bayramova Fəridə Əhməd qızıdır. Fəridə xanım 1 iyul 1960-cı ildə Amasya rayonunun Oxçuoğlu kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən zəhmətkeşliyi və məsuliyyəti ilə seçilən Fəridə orta təhsilini doğma kəndində almış, daha sonra Bakıda səhiyyə sahəsi üzrə təhsilini davam etdirmişdir. İnsanlara kömək etmək arzusu onu tibb sahəsinə yönəltmiş və bu sahədə peşəkarlaşmasına səbəb olmuşdur. 1993-cü ildə Gəncə Hospitalında əmək fəaliyyətinə başlayan Fəridə xanım, həmin ilin ağır və taleyüklü günlərində könüllü olaraq hərbi xidmətə yollanmışdır. O, en saylı hərbi hissədə hərbi tibb bacısı kimi xidmətə başlamış və yaralı əskərlərin həyatını xilas etmək üçün gecə-gündüz çalışmışdır. 1994-cü ildə Ağdam istiqamətində gedən döyüşlərin birində kəllə beyin travması alsa da, müalicədən sonra yenidən cəbhəyə qayıtmışdır. Elə həmin ilin may ayında Mürovdağ istiqamətində döyüşlərdə iştirak edən Fəridə xanım təkcə tibb bacısı kimi deyil, eyni zamanda əskər kimi də xidmətini davam etdirmişdir. Döyüşlərin birində ağır qəlpə yarası almasına baxmayaraq, sağaldıqdan sonra yenidən xidmətə qayıtması onun nə qədər güclü iradəyə və vətən sevgisinə sahib olduğunu göstərir. Uzun müddət cəbhə bölgələrində xidmət edən Fəridə xanım, 1997-ci ildə aldığı çoxsaylı yaraların təsiri nəticəsində sağlamlığında yaranan problemlərə görə hərbi xidmətdən tərxis olunmuşdur. Lakin onun vətənə bağlılığı bununla bitməmişdir. 2020-ci ildə başlanan 44 günlük vətən müharibəsi zamanı Fəridə xanım İstanbul şəhərində ailəsi ilə birlikdə yaşayırdı. Buna baxmayaraq, o bu müqəddəs mübarizəyə biganə qalmamış, vətənə qayıdaraq hospitalda yaralı əskərlərə təmənnasız tibbi yardım göstərmişdir. Onun bu addımı bir daha sübut edir ki, əsl vətənpərvərlik zaman və məkan tanımır. Fəridə xanım xidmətləri dövründə bir sıra fəxri fərman və medallarla təltif olunmuşdur. O, Azərbaycan qadınının gücünü, mərdliyini və fədakarlığını öz həyat yolu ilə nümayiş etdirən nümunəvi bir şəxsiyyətdir. Bu igid bacımıza möhkəm can sağlığı, uzun ömür və firavan həyat arzulayırıq. Onun keçdiyi həyat yolu gələcək nəsillər üçün bir örnək vətənpərvərlik məktəbidir.